Hər vaxtınız xeyir olsun, əziz və dəyərli dostlar. Xırdalan şəhərinin mərkəzində, video təqdimatın əvvəlində gördüyünüz kimi icra hakimiyyətinin tam yaxınlığında Məmməd Əmin Rəsulzadə küçəsində tanınmış komplekslərdən birində 12 mərtəbəli binanın 6-cı mərtəbəsində 2 otaqlı, amma geniş 2 otaqlı mənzil təqdim edirəm. Təqdimata davam edirik mənzilin qonaq otağından. Otaqların və mətbəxin yaşayış sahəsinin ölçüsü çox genişdir. Əslində bu evi 3 otağa düzəltmək də olardı. Ev sahibi söylədi ki, proyektin orijinallığını pozmaq istəmədim. Ona görə də layihə necədirsə elə də saxlamışam. Təmiri və şəraiti əladır. Gördüyünüz kimi qonaq otağı nə böyüklükdədir. Keçək indi mənzilin dəhliz hissəsinə. Körmüqranit hissələr istipolla təchiz olunub. Dəhlizin ümumi görüntüsünü sizlərə təqdim edirəm. Çöldən giriş qapısı yerləşir burada. İçəri daxil olarkən solda qardirob şkafı var. Burada da belə bir kladovka şkafı yığılıbdır. Koridor sistemli bir evdir. 2 otaqlı mənzil olsa da yel çəkən bir mənzildir. Ümumi sahə 100 kvadrat. Bura mənzilin hamam otağıdır. Gördüyünüz kimi hamam otağı çox geniş və dərindir. Bugünkü gündə mənzilin təmirə ehtiyacı yoxdur. Sanuzel qovşağı da yerləşir burada. Kupçası əldə, alqı-satqıya hazır qaydadadır. Burada yerləşir mənzilin yataq otağı. Bu otaq da çox genişdir. Qonaq otağından biraz xırdadır. Amma yataq otağına görə həqiqətən də çox geniş bir otaqdır. İpotekaya yararlıdır. Bankdan ipotekası təsdiq olunmuş müştərilər bizlə əlaqə saxlaya bilərlər. Keçək indi mənzilin eyvanını təqdim edim. Burada eyvanımız yerləşir. Kombi istilik sistemi quraşdırılıb bu hissədə. Belə bir mənzilin həyətyanı sahəsi var. Və sonda isə sizlərə təqdim edirəm mənzilin mətbəx hissəsini. Burada da yerləşir mənzilin mətbəxi. Gördüyünüz kimi mətbəximiz də genişdir. Yəni proyekt çox genişdir. Həqiqətən də 2 otaqlı mənzil deyəndə bəzən fikirlərə xırda mənzil gəlir. Özünüz gördünüz. Yəni mətbəxdə oturmaq üçün, gündəlik yeyib içmək üçün böyük bir yer var. Dəyərli dostlar, qiyməti də bugünkü bazar qiymətlərinə uyğun qoyulub. Mənzillə bağlı hər hansı sualınız olarsa qeyd olunan nömrə ilə əlaqə saxlayın.